Müasir dövrdə qidalanma vərdişləri və həyat tərzi sağlamlığın formalaşmasında həlledici rol oynayır. Şəkərli və rafinə olunmuş məhsulların çoxluğu, hərəkətsiz həyat tərzi və artıq çəki orqanizmdə müxtəlif pozuntular yaradır. Bu faktorlar təkcə maddələr mübadiləsinə deyil, həm də bir sıra ciddi xəstəliklərin, o cümlədən onkoloji problemlərin yaranma riskinə təsir göstərir. Xüsusilə insulin balansındakı dəyişikliklər bu prosesdə mühüm rol oynayır. İnsulin şiş hüceyrələrinin böyüməsini və çoxalmasını stimullaşdıran, eyni zamanda onların məhv olmasının qarşısını alan bir növ gübrə rolunu oynayır. Həkim qeyd edib ki, bu qidaların həddindən artıq istehlakı yalnız onkoloji problemlərlə məhdudlaşmır. Belə ki, şəkər və rafinə edilmiş un məmulatları qanda insulin səviyyəsinin qeyri-mütənasib şəkildə kəskin artmasına səbəb olur ki, bu da infarkt, insult və digər ürək-damar xəstəliklərinin yaranma riskini dəfələrlə artırır. Qanda insulini ən çox artıran qidalara rafinə olunmuş şəkər, ağ un əsasən daha çox qaldırır. Bu da əsasən mürəbbə, konfet, şokolad, tort, pirojna, şirin qazlı içkilər, energetik içkilərin tərkibində daha çoxdur. İkinci tip şəkərli diabetə gətirib çıxardır, piyələnməyə səbəb ola bilir. Hiperinsulinemiya həm də eyni zamanda bir sıra xərçəng növləri var ki, bunların yaranmasına əlverişli şərait yaradır. Bu xərçəng növlərinə aiddir süd vəzi xərçəngi, kolorektal xərçəng və məadaltı vəzi xərçəngi. İnsulin əsasən anabolik hormondur. İnsulin hüceyrənin böyüməsini stimullaşdıran hormonlardan biridir. Bəzi mexanizmlərlə hüceyrələrin apoptozunu azalda bilir, yəni hüceyrə ölümünü azalda bilən hormondur. Həkimlər sağlam qidalanma və fiziki aktivliyin vacibliyini vurğulayır. Çəkinin nəzarətdə saxlanılmasını tövsiyə edirlər. Qanda insulin səviyyəsinin artması isə adətən iştahın yüksəlməsi ilə özünü göstərir. Şirin qidalara meylin artması, yemək gecikdikdə əsəbilik, titrəmə və baş ağrıları kimi əlamətlər bu haldan xəbər verə bilər.